İsrailin İranın Zəncan əyalətində yerləşən obyektlərə endirdiyi zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun 3 hərbçisi həlak olub. Moderator az məlumat verir ki, bu haqda Tasnim agentliyi məlumat yayıb. Xəbərə görə Sepah üzvləri İran ərazisinin müdafiəsi üzrə tapşırıqları yerinə yetirərkən həyatlarını itiriblər. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb. İranlı etirazçılar Tehran küçələrində ABŞ əleyhinə aksiyaya qalxıblar. Nümayişə İran prezidenti Məsud Pezeşkiyan da qatılıb. Xəbərə görə ABŞ-ın ölkənin nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra İranlılar etiraz əlaməti olaraq şüarlar və pankartlarla küçələrə axışıb. ABŞ İrandakı 3 nüvə obyektinə endirilən zərbələrə cavab almalıdır. Musavat.com xarici agentliklərə istinadən məlumat verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan Fransalı həmkarı Emmanuel Macronla telefon danışığı vaxtı deyib. Pezeşkiyan Macronun təmkinli olmaq çağırışına cavab olaraq ABŞ bizə hücum etdi. Bənzər bir vəziyyətdə olsaydınız nə edərdiniz? Təbii ki, cavab almalıdırlar, dedi. İran prezidenti administrasiyasının yaydığı xəbərə görə Pezeşkiyan hədə-qorxuya boyun əyməyəcəklərini əlavə edib. Xalqımız heç vaxt güc və hədə-qorxuya boyun əyməyəcək və təbii ki, təcavüzə də buna uyğun cavab verəcək. İran prezidentinin sözlərinə görə Tehran həmişə danışıqlara hazır olduğunu bəyan edib. Ancaq qarşı tərəf İran xalqının təslim olmasını tələb edib. Pezeşkiyan əlavə edib ki, Tehran İranın nüvə proqramı üzrə Vaşinqtonla danışıqları alqışlayır. Lakin ABŞ ölkə ərazisindəki nüvə obyektlərinə hücum edib. Diplomatiya tərəflər öz öhdəliklərinə əməl etdikdə işləyir. Bir tərəf digərinə hücum edib etimadı məhv edəndə deyil.